Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla. Hoş gördük sizləri. Qiyam televiziyasının tamaşaçıları. Gününüz xeyirli və uğurlu olsun. Bugün biz istəyirik müasir geyim və indiki zamanda gənclərimizin geyimləri haqda söhbət açaq. Bildiyimiz kimi təəssüflər olsun ki, zamanımızda gənclərimizə bir növ təbliğlər olunub ki, onların geyimləri ilə, əxlaqları ilə, yəni bu kimi təbliğlər olunub ki, əslən İslam dinindən kənar, hətta bir millət olaraq da biz götürsək, bizim öz milli adət-ənənələrimizdən də uzaq bəzi təbliğlər bizim gənclərimizə olubdur. Amma biz baxdıqda görürük ki, İslam dini gəncliyə nə qədər önəm vermişdir. Peyğəmbərimiz gənclərimiz haqqında nə qədər hədislər buyurmuşdur. Gənclikdə olan ibadətin dəyərinin nə qədər üstün olduğunu, gənclikdə olan ibadətin qiymətinin nə qədər dəyərli olduğunu hədislərimizdə görürük. Ona görə də özümüzə bir borc bildik ki, bugün gənclərimizin geyimləri ki, bu geyimlər bizim gənclərimizə hardan gəlibdir, necə təbliğ olunubdur, kökündə nələr dayanır, bu haqda qısa bir məlumat inşallah istəyirik ki, siz əzizlərin nəzərinə çatdıraq. Biz tarixi araşdırdıqda baxdıq, gördük ki, hal-hazırda ki, sinəsi açıq, göbəyi açıq və şalvarlarda müəyyən yerlərdəki açıqlıq var. Bu kimi geyimlər bəs qayıdır qədim zamanda ki, bildiyimiz kimi qulları çıxardırdılar bazara və o qulları satırdılar. Və bu qulları bu cürə geyindirirdilər ki, onun qiymətini bilmək üçün. Ki, məsələn, baxın, mənim qulumun qiyməti bu qədərdir. Və bunların hər birinin də özünün əlaməti var ki, nəyi işarə eləyir, həmin insanda nəyin əlamətini bildirir. Misal olaraq, sinəsi açıq, həmin qulları sinəsi açıq geyindirərdilər ki, onun nə qədər istifadə olunduğu, nə qədər bədəninin təravətli olduğu, nə qədər uşağa süd verdiyi məlum olardı. Köbəyi açıqlığı burada bunu bildirirdi ki, onun nə qədər uşaq dünyaya gətirdiyini bildirirdi ki, bu qadın nə qədər uşaq dünyaya gətiribdir. Və ayağında ki, şalvarı gödək olardı və ya cırıq şəkildə olardı ki, hal-hazırda şalvarlar bu cürədir. Bunun da əlaməti bu idi ki, həmin insanın gücünü, qüvvətini bildirərdi ki, bunun gücü nə qədərdir. Yəni, əgər ayağı arıqdırsa da, onun gücü az olardı. Əgər ayağı biraz qalın olardısa da, onun gücünün daha çox olduğunu bildirərdi. Bəs o zamanda qulları bu cürə geyindirib bazara çıxardardılar və onun nə qədər qiymətli olub olmadığını bu cürə bildirərdilər. Özünə dəyər verən heç bir insan özünü dəyərsiz etməz və örtünmək, gözəl görünmək ümumiyyətcə qadının xislətində var. Örtünmək də insanın Allah Taala xislətində qoyub. Baxırıq, biz heyvanlarda bu xasiyyət yoxdur. Onlar özlərinə geyim eləsinlər. Amma insanda geyim xisləti fitrətən Allah Taala bizim içimizdə qoyubdur bu geyimi, örtünməyi. Biz baxırıq yenə qədim zamanlara ki, bəylərin yoldaşları, bir şahın qızı necə geyinərdi? Sən bir xanım gələndə deyərdilər ki, bəy xanımıdır, bəy qızıdır, şahın qızıdır. Onların geyimləri kamil olardı. Onların geyimləri dəyərli olardı. Ta ki, məsələn, bilinərdi ki, bu kölədir, bu qulluqçudur, bu isə bəy arvadıdır. Bu isə bəy xanımıdır. Və biz dediyimiz kimi bizim İslam dini həqiqətən gəncliyə çox
önəm vermişdi, çox dəyər vermişdi ki, Peyğəmbərimiz gənclər haqqında belə bir hədis buyurur ki, Allah Taala ibadət edən gənci mələklərinə göstərər. Deyər ki, baxın, mənim bəndəmə, mənim bu gənc bəndəmə ki, necə də gözəl bir ibadət edir. Mən onu bir mələk kimi görürəm. Həmin o gənclikdə olan ibadəti Allah Taala mələklərinə deyir ki, mən onu bir mələk kimi görürəm. Və Peyğəmbərimizin çox sevdiyi gəncdə olan xüsusiyyət Allahı və onun Peyğəmbərini hər şeydən çox sevən bir gəncdir. Peyğəmbərimizin istədiyi gənc, sevdiyi, bəyəndiyi gənc şeytanın və şeytan kimlərinin, şeytanın dostunun oyuncağı olmayan gənclərdir. Ki biz baxırıq, həqiqətən də bugünkü gün bizim gənclərimiz şeytanın və şeytanın dostlarının, dedik ki, o geyimləri kimlər dizayn edir? Həmin onlar şeytan və şeytan dəstəsindən olan bir qövmdür. Ki, inşallah Allah bizim gənclərimizi bu kimi şeytandan və şeytan kimlərinin nəfsindən, şərrindən uzaq eləsin. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.